A ədədi rəqəmləri müxtəlif olub 53452-dən kiçik, şərtini ödəyən 5 rəqəmli cüt ədəddir. A-nın ala biləcəyi ən böyük ədədin rəqəmləri cəmini tapın. A 53452-dən kiçikdir. Lakin rəqəmlər təkrar olmamalı və cüt ədəd olmalıdır. Burada biz 5-dən kiçik ədədlərdən baxaq nə qoya bilərik. Biz 4-ü istifadə edə bilmərik, çünki burada artıq 4 var. 3 istifadə edə bilmərik, burada artıq 3 var. Deməli 2 yaza bilərik və həm böyük olsun, həm də cüt olsun deyə 2-dən sonra da 8 yaza bilərik. Yəni A ədədi bərabər olacaqdır 53428-ə. Ən böyük qiyməti bu olacaq. Rəqəmlərin müxtəlif olma şərtini nəzərə alaraq. Və indi rəqəmlərin cəminə baxaq. 5 üstəgəl 3, 8, 8 üstəgəl 4, 12, 12 üstəgəl 2, 14, 14-ün də üstünə 8 gəlsək, 22 alınır.